Salam, hörmətli valideynlər və abituriyentlər. Mən təhsil eksperti Kənan Əslanov sizlərə 2025-ci ildə keçiriləcək qəbul imtahanlarla bağlı əldə edilmiş ilk statistik göstəricilərin təhlilini təqdim edirəm. Nə üçün lazımdır bu təhlilləri bilmək? Çünki bildiyimiz kimi abituriyent 2 jurnalında tövsiyə xarakterli olaraq 2024-cü ildə keçirilmiş qəbul imtahanlarının şərti olaraq keçid balları tövsiyə olunur növbəti il deyək, 2025-ci ildə istifadə olunması və bu zaman təbii ki 2024-cü ildə qəbulda iştirak edən abituriyentlərin sayı və bu il 2025-ci ildə qəbulda olan abituriyentlərin sayı arasındakı fərqi bilmək artıq ehtimal etmə imkanı yaradır ki, müsabiqə şərti necə olacaqdır və formalaşan müsabiqə şərtində balların dəyişmə xüsusiyyəti necə olacaqdır. Bunun haqqında mən sizə indi statistik təhlilləri təqdim edirəm. Ali təhsil müəssisələri üçün Azərbaycan bölməsinə bu il 112.456 abituriyent qeydiyyatdan keçib. Təbii ki, onlar bloklar üzrə bölünəcəkdir. O son avqust ayı zamanı, ixtisas seçimi zamanı interval cədvəli və statistik təhlillərdən istifadə edərək düzgün ixtisas seçimi. Mütəxəssislərin hökmən köməyindən istifadə etməyi tövsiyə edirəm. Çünki rəqəmlərə baxdıqda ilkin təsəvvür belədir ki, abituriyentlərin sayı istər kolleclərdə, istər ali təhsil müəssisələrində artıbdır. Bu isə rəqabət şəraitinin artması deməkdir ki, nəticə etibarilə bu da balların yüksəlməsinə gətirib çıxacaqdır. Çünki bir yerə artıq deyək ki, daha çox abituriyent iddia edəcəkdir. Düzdür, bunlar artıq blok imtahanlarının yekunlaşması zamanı əldə edilən yığılmış balların nəticəsinə daha dəqiq məlumatlar verilə biləcək. Amma indi fakt əlimizdə olan məlumatlar budur ki, ali təhsil müəssisələrinin Azərbaycan bölməsi üçün 112.456 nəfər abituriyent sənəd veribdir. Rus bölmələri üçün 11.382 nəfər sənəd veribdir və ümumilikdə ali təhsil müəssisələri üçün 123.838 nəfər sənəd veribdir. Bu, keçən ilin bu devri üçün statistik təhlillərə baxanda bizə hansı fikri formalaşdırmağa kömək edir, indi ona baxacağıq. Və qeyd edim ki, mənim YouTube kanalıma abunə olmaqla siz bütün bu qeydiyyatla bağlı, tarix və coğrafiya ilə bağlı istər Rus, istər Azərbaycan bölməsi üçün ən yeni materialları və məlumatları əldə edə biləcəksiniz. Və gəlin baxaq görək statistika bizə nə deyir. Keçən il bu devri üçün 100.259 abituriyent olubdur Azərbaycan bölməsində və 10.095 abituriyent olub Rus bölməsində. Cəmi 110.354 və kolleclər üçün 89.858 abituriyent olub. Keçən il Azərbaycan bölməsində 6.809 abituriyent olub Rus bölməsində, ümumilikdə 96.667 abituriyent keçən il olubdur, deməli, iştirak edən. İndi bugünkü günü biz rəqəmlərə baxanda nə görürük? Biz baxırıq ki, deməli, Azərbaycan bölməsi üçün 12.197 abituriyent daha çoxdur bu il. Rus bölməsi üçün 1287 abituriyent daha çoxdur bu il və ümumilikdə 13.484 abituriyent daha çoxdur. Bu isə təbii ki, abituriyentlərin xeyrinə deyil, bu rəqabət şəraitinin artması və balların yüksəlməsi kimi fikrin formalaşmasına əsas gətirib çıxarır. Ən maraqlı statistik göstərici kolleclərdədir. Belə ki, birdən-birə Azərbaycan bölməsində mən deyərdim ki, çox yüksək rəqəmlər qeydə alınıbdır. 14.000 abituriyentin birdən-birə kollecə sənəd verməsi, daha çox sənəd verməsi. Yəni, keçən il bizdə olan dedik məlumat 89.858 idisə, bu il 104.086-dır və 14.228 nəfərin daha çox. Deməli, kolleclər 11 illik kolleclərdə rəqabət daha yüksək olacaqdır. Rus bölməsində 1550 nəfər daha çox sənəd veribdir və ümumilikdə deyim ki, 15.778 nəfər daha çox kolleclərə sənəd veribdir. Və
kolleclərə sənəd verənlərin sayı universitetə sənəd verənlərin sayını keçibdir. Bax, çox maraqlı bir rəqəmlər qeydə alınıbdır. İlkin rəqəmlərdir, statistik rəqəmlərdir. Bunları nəzərə almağımız çox vacibdir. İxtisas seçimləri zamanı keçən ilki keçid ballarına aldanıb, risk almayın. Hökmən ki, müraciət etdiyiniz mütəxəssislər sizə hökmən ki, keçən ilin keçid ballarını yox, sizin övladınızın topladığı bu ilki balın keçən ilin qəbul ballarının nisbətinin hesablanmasını apararaq uyğunlaşdırma etməlidir və bu uyğunlaşdırma nəticəsində həqiqətən bu il tutaq ki, 400 bal yığan abituriyentin keçən il neçə bal yığmış abituriyentə bərabərləşdirməlidir və ona uyğun ixtisas seçimləri aparılmalıdır. Rəqəmlər abituriyentlərin xeyrinə deyil, yenə də mən xeyirli və uğurlu olmasını arzu edirəm. İnşallah savadlı, çalışan insanların əməyi zəhməti yerdə qalmaz. Abituriyentə uğurlar arzu edirəm bu məsuliyyətli məqamda. Sağ olun, növbəti təqdimatlara qədər.